Salam. Bugün biz ölkələrin əsas iqtisadi inkişaf göstəricilərindən olan ümumdaxili məhsul və ümummilli məhsulun izahına və bu mövzuya uyğun test toplusunda verilmiş tapşırıqların izahına baxacağıq. Deməli, ümumdaxili məhsul və ümummilli məhsul nədir? Deməli, bunlar ölkənin iqtisadi inkişafının əsas göstəriciləri hesab olunur. Ümumdaxili məhsul ölkə daxilində xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər və ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlərin birgə cəminin dollarla ifadəsinə deyilir ümumdaxili məhsul. Deməli, ölkənin daxilində işləyən xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər, bir də ölkənin daxilindəki milli, yəni yerli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlərin ümumi cəminə deyilir ümumi daxili məhsul. Ümummilli məhsul isə ölkənin daxilindəki dediyimiz bizim milli şirkətlərin istehsal etdiyi məhsul, üstəgəl bir də bizim milli şirkətlərin, yəni ölkə xaricindəki milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətləri deyilir ümumi milli məhsul. Deməli, ölkənin daxilindəki xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər, üstəgəl ölkənin daxilindəki milli şirkətin istehsal etdiyi məhsul və xidmətlərin cəminə ümumdaxili məhsul, ölkənin daxilindəki və ölkənin xaricindəki yerli şirkətin istehsal etdiyi məhsula deyilir ümumi milli məhsul. Həm ümumi daxili məhsul, həm də ümumi milli məhsul dollarla ifadə olunur. Yəni, ümumdaxili məhsul ölkənin daxilindəki xarici yerli şirkətlər, ümummilli məhsul isə ölkənin daxilindəki və xaricindəki yerli şirkətlərin birgə istehsal etdiyi məhsulun dollarla həcmidir. Ölkədə inkişaf səviyyəsini göstərilərkən bunlardan düzdür, ikisi də vacibdir, amma ümumdaxili məhsul daha vacib götürülür ölkənin inkişaf səviyyəsini göstərərkən. Günümüzdə ümumdaxili məhsulun ən yüksək göstəricisinə malik ölkələr, ümumi şəkildə götürəndə ən yüksək ümumdaxili məhsulun olduğu ölkələr, ən yüksək olduğu ölkələr deməli birinci sırada, ABŞ birinci sırada deməli, daha sonra Çin, Almaniya, Hindistan, Yaponiya, Fransa, Böyük Britaniya, İtaliya, yəni bu siyahı bu formada davam edir. Deməli dedik ki, bu siyahıda Çin və Hindistan da var həmçinin. Deməli, Çin və Hindistanda ümumdaxili məhsulun dünya üzrə ümumi həcmi bəli, yüksəkdir. Amma adam başı düşən həcminə görə Çin və Hindistan geridə qalır. Adam başa düşən həcminə görə birinci sırada Lüksemburq gəlir, sonraki sıralarda Singapur, İrlandiya, Qətər, Norveç, İsveçrə, yəni ən yüksək olan ölkələr bu sıralamada bu cür davam edir ümumdaxili məhsul adam başa düşən həcminə görə. Deməli, insan inkişaf indeksi də hesablanılarkən ümumdaxili məhsul götürülür, amma ümumdaxili məhsulun adam başına düşən həcmi götürülür insan inkişaf indeksi hesablanılarkən. Deməli, indi ümumdaxili məhsul və ümummilli məhsul mövzusuna aid test toplusunda verilmiş tapşırıqlara baxaq. Deməli, test toplusunda verilmiş mövzuya uyğun tapşırıqlara baxaq. Deməli, dünya ölkənin iqtisadi coğrafi mövqeyi və dünya iqtisadiyyatı etüd dövründə bölməsindən 80-ci sual ümumdaxili məhsula aid olan sualdır. Bu sualda deyilir bizə ümummilli məhsulun dəyəri 80 milyard ABŞ dolları, ümumdaxili məhsulun ümumi dəyəri 140 milyard ABŞ dollarıdır. Ümummilli məhsulun 30% ölkə xaricində olarsa, xarici şirkətlərin ümumdaxili məhsulda payını faizlə hesablayın. Deməli, əvvəlcə biz 2 dənə belə 4 bucaqlı çəkək. Deməli, bu bizim ümumumuz idi, ümumdaxili məhsul. Bu tərəfdə isə bizim ümumi milli məhsulumuz var. Deməli, ümummilli məhsul 80 milyard dollardır. Ümumdaxili məhsul isə 140 milyard dollardır. Və bizə deyilir ki, ümummilli məhsulun 30%, yəni 80-30% ölkə xaricində olarsa, deməli, bu da bərabərdir 24-ə. Deməli, ölkə xaricindəki milli şirkətlər, yəni burasıdır. Deməli, bizim ümummilli məhsulumuz 80 milyard dollardır və biz ölkə xaricindəki milli şirkətə tapdıq 24 milyard dollar. 80 çıxılsın 24 milyard dollar, deməli eləyir 56 milyard dollar. Deməli, 56 milyard dollar ölkənin daxilindəki yerli şirkətlərdir. Və ümumdaxili məhsul bizim üçün 140 milyard dollar olduğu üçün 140 milyard dollar
olduğu üçün 140 çıxılsın 56, bu da eləyir bizim üçün 84 eləyir. 84. Deməli 84 milyar dollar ölkənin daxilindəki xarici şirkətlərin payıdır. Bizdə ÜDM-də xarici şirkətin payını faizlə hesablayın deyilir. Deməli ümumi bizim ümumdaxili məhsulumuz 140 milyar dollardır. Yəni 140 milyar dollarımız 100%dir və bizim tapdığımız 84 milyar dollar isə x%dir. Buradan biz x'i tapsaq 84 vurulsun 100 bölünsün 140 bərabərdir. Deməli 84-ü 14-ə böləndə eləyir 6. Deməli bu bizim üçün 6-dır. 6 vurulsun 10 60. Deməli cavabımız 60%dir. Cavab A bəndi. Deməli yenə həmin bölmədən 87-ci və 88-ci suallara baxacağıq. Deməli 87-ci sual. Ümumdaxili yenə əlbəttə bunu həll edərkən belə 2 dənə 4 bucaqlı çəksək bizim üçün asan olacaq. Ümumdaxili məhsul 450 milyar dollar. Deməli bu tərəfimiz ümumilli məhsul idi. Burası 450 milyar dollardır. Ümumilli məhsul ölkə xaricindəki dəyəri ümumdaxili məhsulun 20%-nə bərabərdir. Deməli deyir ki, ümumilli məhsul ölkə xaricindəki, yəni bu hissə ümumdaxili məhsulun, yəni 450 milyardın 20%-dir. Əvvəlcə bunun 20%-ni tapaq biz. 450 vurulsun 20 bölünsün 100. Deməli ixtisar edəsək bizdə qalır 90. Deməli ümumilli məhsulun ölkə xaricindəki dəyəri tapdıq biz 90 milyar dollardır. Ümumilli məhsul 20%, ölkədə xarici şirkətlərin payı, yəni ölkədəki xarici şirkətlər, yəni ümumdaxili məhsuldakı 180 milyar dollardır. Bizə ümumilli məhsulun dəyəri nə qədər olduğunu hesablamaq lazımdır. Ümumilli məhsul dəyərini. Deməli bizim ümumdaxili məhsulumuz, deməli bu hissə bizim üçün ümumi daxili məhsul idi. Bu isə ümumilli məhsul demişdik biz. Ümumdaxili məhsul 450 milyar dollardır və bunun 180 milyar dolları ölkənin daxilində xarici şirkətlərdir. Bizə ölkənin daxilində yerli şirkət tapmaq üçün 450 çıxılsın 180. 450 çıxılsın 180 də edir bizə 270. Deməli bizim ümumilli məhsul ölkənin daxilindəki yerli şirkətlər 270 milyar dollardır. Ölkənin xaricindəki yerli şirkətlər 90 milyar dollardır. Deməli ümumilli məhsulumuz isə olacaq 270 dəqiqəsi 90, 360. Deməli sualımızın cavabı 360 milyar dollardır. 88-ci suala da baxaq. Deməli yenə 2 dənə kvadrat çəkək əvvəlcə. Deməli bu bizim üçün ümumdaxili məhsuldur, bu isə ümumilli məhsuldur. Ümumdaxili məhsulun 5%, ümumilli məhsulun ölkə xaricindəki payı ümumdaxili məhsulun 5%-ə qədərdir. Ümumilli məhsul 100 milyar dollar. Deməli ümumilli məhsulumuz 100 milyar dollardır. Ümumdaxili məhsul 140 milyar dollardır. Deməli ümumi daxili məhsulumuz 140 milyar dollardır. Bizə deyilmişdi ki, ümumilli məhsul ölkə xaricindəki payı ümumdaxili məhsulun 5%-ə qədərdir. Onun üçün də bizim ümumdaxili məhsulun 5%-ni tapaq. Olsun 5 bölünsün 100. Deməli, bunu ixtisar etsək, 5 ilə 2, 1, 2, 14 bölünsün 2 bərabərdir 7. Deməli 7 nə idi bizdə? Ümumilli məhsulun ölkə xaricindəki hissəsi, yəni bu isə 7 milyar dollardır. Ümumilli məhsulumuz 100 milyar dollardırsa, deməli ölkə daxilindəki yerli şirkətlər 100 çıxılsın 7, yəni 93 milyar dollar eləyir. Bizim ümumi daxili məhsulumuz 140 milyar dollardır. Ölkə daxilindəki yerli şirkətlərimiz 93-dürsə, ölkə daxilində xarici şirkətlər 140 çıxılsın 93, bu da eləyir 47 milyard dollar.
Deməli, cavab eləyir 47 milyard dollar. 47.